Salam. Hər vaxtınız xeyir, xoş olsun. Əziz xalqımız, əziz tərbiyəçilər. Mən bu şeiri yazanda fikirləşirdim ki, milyonlarla insan bəyənəcək, əzbərləyəcək, dillər əzbər olacaq bu şeirim. Amma gözlədiyim kimi olmadı, təəssüflər olsun. Hansı şeirimi indi hal-hazırda birazdan səsləndirəcəm. Mən bu şeiri 2-ci Qarabağ müharibəsində erməniləri dinc əhalimizi, Gəncənizadı raketlə vuranda yazmışdım. Yazmışdım ki, əzəldən belədir xasiyyətiniz. Uzaqdan hürürsüz ara erməni. Qarşında görəndə mərd oğulları. Bəs niyə qaçırsınız dala erməni? Qadına, körpəyə qoymadı hörmət. Sizdə nə insaf var, nə də mərhəmət. Bunların cəzasını çəkərsiniz əlbət. Qaçarsınız çox sağa, sola erməni. Meydana girəndə ər oğlu ərik. Öləriksə kişi kimi ölərik. Qarabağ bizimdir, sizə vermərik. Son damcı qanımız qala erməni. Əl çəkin bu çirkin əməlinizdən. Əl çəkin bu çirkin əməlinizdən. Tarix boyu kişi çıxmayıb sizdən. Şir pələk bizdəndir, çaqqal da sizdən. Nə qədər istəsən, ula erməni. İlhamam, ilhamam düşünün namusu arı. Tükənib xalqımın səbri, qərarı. Çoxdur vətənimin mərd oğulları. Gətirər sizləri yola erməni. Çoxdur vətənimin mərd oğulları. Gətirdi sizləri yola erməni. Bəyənmək, yorum yazmaq, fikir bildirmək sizdən. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yorumlarda öz rəylərinizi yazmağı unutmayın. Yaşasın bütün Azərbaycan. Allah xalqımızı qorusun. Allah əskərlərimizi, zabitlərimizi, ali baş komandarımızı qorusun. Bizim gücümüz bizim birliyimizdədir. Yaşasın bütün Azərbaycan.